Aynı olur kardeşler, yoksa yok. Yaxşı. Dönürəm bu misallardan sonra məsələyə. Həddi buluğa çatmayan bir uşaqla vəlisi icazə verəndən sonra əqd oxunub, filan kişinin halalıdır, o onu cinsi əlaqə olmadan başqa ləzzətlər ala bilər, özü özlüyündə İmam Xomeynidir, caizdir. İndi oxuyacağım da misal olaraq İmam Xomeyni Təhrir vəsilədə bəli, südənlər qız uşağına evlənmək icazəsini verib. İnkar da eləmir, müştehiddir, fəsvanı verib, özü bilər, öz istinbatıdır.